Baxın, Qurandan çox sizə maraqlı bir faktı deyim. Quranda Səbə kraliçasının adı keçir. Daha doğrusu onun fəaliyyəti keçir. Onun haqqında müəyyən hekayələr qeyd olunubdur və mənbələrə əsasən onun adı Bilqeyis olubdur. Baxın, Quran-Kərim bu xanımı çox qəribə bir tərzdə vəsf edir. Buyurur ki, və utiyyət ləhə min kulli şey. Bu xanım elə bir xanım idi ki, ona hər şey verilmişdi. Quran deyir ki, bu xanımın bir gücü var idi, səltənəti var idi. Nə deməkdir bu? Bunu qazanmışdı, düzdür. Bunu zəkası ilə qazanmışdı, ağlı ilə qazanmışdı, bacarığı ilə qazanmışdı. Bu arada çox maraqlı bir diyaloq var. Deməli, ona xəbər gəlir ki, bəs tabe olun bizə, təslim olun. Və xanım yığır ən əşrəfi, köməkçiləri, kişiləri ətrafına və burada maraqlı bir diyaloq keçir. Diyaloq nədir? Necə reaksiya verək? Çünki bir ultimatum gəlibdir, dərhal tabe olun və buna reaksiya vermək lazımdır, cavab vermək lazımdır. Baxın, Quran deyir ki, ətrafındakı ən əşrəf dedi ki, qorxmayaq, müharibə eləyək, döyüşək, vuruşaq, onları öldürək, məhv eləyək və s. Amma orada xanımın verdiyi cavab çox maraqlıdır. Xanım deyir ki, xeyr, vuruşmaq ağıllı bir mövqe deyil, müharibə ağıllı bir mövqe deyil və o xanımın, belə deyim, uzaq görənliyi nəticəsində sülh olur.